Salam, hər vaxtınız xeyir olsun. Mən Master Alfa Tədris Mərkəzinin fransız dili müəlliməsi Atakişiyeva Aysel. Bu gün sizinlə 26 10-cu ay 2025-ci ildə Master Alfada keçirilmiş sınaq imtahanının test nümunəsinə nəzər yetirəcəyik. Gəlin heç vaxt itirmədən testin suallarına baxaq. Mən tələbələrə məsləhət görərdim ki, mətnləri oxumazdan öncə suallarla tanış olsunlar. Çünki sualları oxuduqdan sonra mətndə həmin sualların cavabını tapmaq həm daha sürətli olur, həm də daha rahat şəkildə baş verir. Ə, İndi 6-cı sualdan başlayaq. Décidez les déclarations sont vraies ou faux d'après le texte. Mətnə əsasən doğru və yanlış fikri müəyyən eləyin. 6.1. Le plastique dans les océans est dangereux pour les animaux marins. Dənizlərdəki plastik dəniz heyvanları üçün təhlükəlidir. C'est vrai. Həqiqətən də bu məlumat doğrudur və mətndə də öz əksini tapır. 6.2. Dans tous les pays, on peut boire l'eau du robinet sans problème. Peut pouvoir feilidir. Yəni bacarmaq, bilmək. Deyir, bütün ölkələrdə biz problemsiz şəkildə kran suyunu içə bilərik. Sefo mətnə əsasən də ümumiyyətlə bu fikir yanlışdır. 6.3-ə baxaq. La pollution de l'air ne pose pas de danger pour la santé. Yəni havanın çirklənməsi sağlamlıq üçün təhlükə yaratmır. Sefo, havanın çirklənməsi bizim sağlamlığımız üçün olan ən əhəmiyyətli, ən vacib problemlərdən biridir. Bu məlumat da yanlışdır. Baxaq 6.4-ə. Dans certains pays, les gens utilisent le vélo pour protéger l'environnement. Bəzi ölkələrdə lejon, yəni insanlar velosiped istifadə edirlər. Nə üçün? Ətraf mühiti qorumaq üçün. C'est vrai, bu məlumat mətndə öz əksini tapır və doğrudur tamamilə. İndi isə baxırıq 7-ci suala. De quoi s'agit-il dans le texte? Mətndə nədən bəhs eləyir? Burada cavab olacaq A variantı. Des problèmes de la planète. Planetimizin və planetin problemlərindən. Düzdür, burada plastik çantalardan da bəhs eləyirlər, planetdəki insanlardan da bəhs eləyirlər, kiçiyə atılan zibillərdən də bəhs eləyirlər və yaxud da havanın çirklənməsindən. Lakin bütün bunları, bütün bu məlumatları özündə ehtiva edən tək cümlə A variantında olandır. Des problèmes de la planète. İndi isə baxırıq 8-ci suala. Choisissez la bonne série à lieu de point mi. Deyir ki, boş yerə uyğun doğru variantı seçin. Gəlin mətnə qayıdaq, boşluqlara baxaq. Tout le monde comprend le sac plastique crée de gros problèmes. Bütün dünya başa düşür. Burada nisbət əvəzlikləri verilib bizə və biz bilirik ki, ki-dən sonra hər zaman xəbəri gəlir. Bu baş verən hadisənin yerini bildirir. K özündən sonra mübtəda və xəbər tələb eləyir. Don belə işlənmiş feilin tamamlığını əvəz eləyir və haqqında barəsində kimi tərcümə olunur. Bizə isə burada gördüyünüz kimi mübtəda və xəbər verilib. Le sac plastik, mübtəda və xəbər. Ona görə burada olacaq tout le monde comprend que, yəni bütün dünya başa düşür ki, tout le monde həm bütün dünya ya da bütün insanlar başa düşür ki, demək cavab olacaq 8-ci sualda C. Kö nisbət əvəzliyi doğru variantdır. Keçirik 9-cu suala. Choisissez le contraire du mot souligné dans le texte. Contraire əks deməkdir. Yəni mətndə altından xətt çəkilmiş sözün əksi hansıdır? Mətnə yenidən qayıdırıq, altından xətt çəkilmiş sözə baxırıq. Harda verilib, altından xətt çəkilmiş söz. Burada person ifadəsi olmalıdır. Personun altından xətt çəkilmişdir.
Person ifadəsi harda verilib baxaq. Baxın burada. Bunun altından xətt çəkilib. Person. Person heç kim deməkdir. Baxın bu hissədə altından xətt çəkilib. Heç kim deməkdir person və onun antonimi nə olacaq? Tout le monde, yəni bütün insanlar. Gəlin digər variantların da tərcüməsinə baxaq. Toujours hər zaman, jamais heç vaxt, rien heç, chaque hər. Burada doğru variant D variantıdır. Antonimlərimiz person et tout le monde. Keçək 10-cu suala. Choisissez les idées correctes d'après le texte. Mətnə görə düzgün fikirləri seçin. On peut protéger l'environnement, on change ses habitudes quotidiennes. Quotidien gündəlik deməkdir. Bu cümlədə deyir ki, ətraf mühiti qorumaq gündəlik vərdişləri dəyişməklə mümkündür. Sevgi həqiqətən də gündəlik biz vərdişlərimizi dəyişərək ətraf mühitin qorunmasına kömək edə bilərik. Birincini götürürük. Il est inutile de trier les déchets car tout va dans le même poubelle. Zibilləri çeşidləməyin mənası yoxdur. Hamısı eyni zibil qabına gedir. C'est faux, səhvdir bu variant. Zibil qablarını biz çeşidləməyimiz əksinə müsbətdir. 3-ə baxaq. Éteindre la lumière permet d'économiser l'électrice. Éteindre yəni söndürmək deməkdir. İşıqları söndürmək elektrik enerjisinə qənaət eləməyə kömək eləyir. Sevgi mətndə də öz əksini tapmışdı bu cümlə. Utiliser la voiture est meilleur pour la santé que marcher. Maşın sürmək piyada gəzməkdən daha sağlamdır. Bu doğrudurmu? Xeyr, yanlışdır. Piyada gəzmək maşın sürməkdən daha sağlamdır. 5-ci suala baxırıq. Protéger la nature, təbiəti qorumaq, c'est important pour notre planète. Bizim planetimiz üçün vacibdir. Sevgi. Demək, onda cavab olacaq 1, 3 və 5. Və fikir verirsiniz, mətni tamamilə anlamasanız belə, məntiqlə bəzi sualların cavabını tapmaq müəyyən qədər mümkündür. İndi isə baxırıq ikinci mətnimizin suallarına. Décidez si la déclaration sont vraies ou faux d'après le texte. Mətnə əsasən yenə yanlış və doğru məlumatları seçirik. Bir də nə deyir? Avoir une cuisine riche montre le niveau économique d'un pays. Zəngin mətbəxə sahib olmaq bir ölkənin iqtisadi səviyyəsini göstərir. Sevgi. Yox, burada ekonomik olmayacaq. Baxın suala, daha doğrusu mətnə baxaq. Avoir une cuisine riche montre le niveau de la culture d'une nation. İqtisadidən daha çox bir ölkənin mədəniyyətinin səviyyəsini göstərir, iqtisadi səviyyəsini yox. Ona görə burada cavab F olacaq. 11.1-də cavab B-dir. 11.2-ni oxuyaq. Le climat joue un rôle important dans la formation de la cuisine azərbaycanaise. Azərbaycan iqlimi mətbəxin formalaşmasında mühüm rol oynayır. Burada V olacaq. Bəli, iqlimin rolu var. Mətndə də öz əksini tapmışdı bu cümlə. 11.3-ə baxaq. Le plat national de l'Azərbaycan et le kebab. Azərbaycanın milli yeməyi kebabdır. Yox, mətndə verilmişdi ki, Azərbaycanın milli yeməyi pulavdır. Pulav. Burada pulav olmadığına görə SEFO 11.3B. 11.4-ə baxırıq. Selon le texte, la cuisine du Qarabağ fait partie de la base de la cuisine arménienne actuelle. Mətnə görə Qarabağ mətbəxi bugünkü erməni mətbəxinin əsas hissəsini təşkil eləyir. C. V. 11.4 A-dır. 12-ci suala baxırıq. De quoi s'agit-il dans le texte? Mətndə ümumi mövzu nədir? 12-ci sualda cavab olacaq A variantı. De la cuisine
Azərbaycanez, Azərbaycanın mətbəxindən gedir söhbət. Bəzi uşaqlar burada yazılmışdı de repas du Qarabağ. Düzdür, burada Qarabağ yeməklərindən də gedirdi söhbət. Amma əsas mətn məğzi Azərbaycan mətbəxidir. O səbəbdən 12-də cavab A variantı olacaq. 13-ə baxırıq. Auquel question il y a les réponses dans le texte ci-dessus. Demək, 13-cü sualda nə deyir? Suallara baxırsınız və hansı sual elə bil ki, mətndə öz əksini tapıb. Hansı sualın cavabı mətndə öz əksini tapıb? Pourquoi il aime sa cuisine? Niyə öz mətbəxini sevir? Niyə biz öz mətbəximizi sevirik? Bəli, bu sualın cavabı öz əksini tapmışdı. İkiyə baxaq. À la cuisine de Qarabağ, on prépare quel repas? Qarabağ mətbəxində hansı yeməklər hazırlanır? Bu sualın cavabı verilmişdi. Gəlin istəyirsinizsə baxaq həmin cavaba. Baxın Qarabağda nələr var. À la cuisine de Qarabağ, on fait aussi le repas konka ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, şorqoğalı, dolva, divers tipli kabab, yəni müxtəlif növ kabablar və digər yeməklər hazırlanır. Bu sualın cavabı da öz əksini tapıb. Sonra baxırıq üçüncü suala. Qu'est-ce qu'on préparait à Ganja? Deyir ki, bəs Gəncədə nələr bişirilir? Yox, Gəncədən ümumiyyətlə mətndə bəhs edilməmişdi. Dördüncü sualda deyir ki, qonaq çağıranda insan nə almalıdır? Yox, belə bir suala cavab verilməyib. Beşdə isə deyir ki, Azərbaycan mətbəxi nəyi özündə birləşdirir? Bəli, bu sualın cavabı mətndə verilmişdi. 13-də cavab olacaq 1, 2, 5 Y variantı. Baxırıq 14-cü suala. Choisissez l'équivalent du mot souligné dans le texte ci-dessus. Yəni altından xətt çəkilmiş sözün eyni mənalısı sinonimi hansıdır? Mətndə divers sözünün altından xətt çəkilmişdi. Müxtəlif növ plovlardan bəhs eləyirdilər. Ona görə burada cavab olacaq diversite. Sırf çeşidlilik mənasına görə diversite olacaq cavab. 15-ə baxırıq. Quelles idées sont fausses d'après le texte? Mətnə əsasən hansı ideyalar yanlışdır? Birə baxaq. La cuisine azərbaycanaise est peu et mauvaise. Azərbaycan mətbəxi kasıb və dadsızdır, pisdir. C'est faux, yanlışdır. Bu cavabı götürürük. 2-də deyir ki, Qarabağ mətbəxi xüsusi yer tutur. C'est vrai, bu doğrudur. 3-də deyir ki, etnik qarşıqlıqlar Azərbaycan mətbəxinə təsir eləyib. 3-cü sual doğrudur. 4-ə baxaq. Avoir une cuisine pauvre montrer le niveau de la culture d'une nation. Kasıb mətbəxə malik olmaq bir millətin mədəni səviyyəsini göstərir. Kasıb mətbəxə yox, varlı mətbəxə sahib olmaq o mədəni səviyyəni göstərir. Ona görə 4-də səhvdir. 5 oxuyaq. La cuisine azerbaycanaise ne comprend que la préparation de repas. Azərbaycan mətbəxi yalnız yemək pişirməyə əhatə eləyir. Yox, burada 5-ci də səhvdir. Yalnızca yemək pişirməyə yox, orada bəhs edir ki, mətndə o mədəniyyətin ruhunu da yeməklərdə əks etdirir. Yəni sırf yemək bişirməkdən ibarət deyil Azərbaycan mətbəxi. Burada olacaq cavab 1, 4, 5. Bəli, mətnin sualları bitdi. Mətnin suallarını yekunlaşdırdıq. İndi isə keçək qrammatika suallarına. Complétez par le bon série. Düzgün variantı tamamlayırıq. De lui, nous avons manqué le bus et nous sommes arrivés très tard la soirée. Uşaqlar, à cause de ucbatından deməkdir, mənfi mənalarda istifadə olunur. Grâce à sayəsində deməkdir.
Burada deyir ki, bəs onun ucbatından biz avtobusu qaçırtmışıq. Və çox gec çatıblar axşam. Ona görə sırf avtobusu qaçırmağa görə biz burada B variantını götürürük. À cause de lui, onun ucbatından biz, ya onun ucbatından ya da ona görə, amma mənfi mənada ona görə biz avtobusu qaçırtdıq. Amma qlas A, məsələn, o da ona görə mənasındadır, amma müsbət mənadadır. Məsələn, Grâce à mon père. Mən atama görə, atamın sayəsində məsələn, hər hansı bir işi bacarmışam. Bu müsbətdir. Bizdə ümumiyyətlə kontekstdə mənfi verildiyi üçün akkoz olacaq. B variantı. İndi isə baxırıq 17-yə. Tourner à la voix passive cümləni məsul növə çevirməliyik. On a traduit ce roman en français. Bu roman fransız dilinə tərcümə olunub. 17-də cavab olacaq A variantı. Ce roman a été traduit en français. Baxın, feilimiz keçmiş zamanda olduğuna görə məchul növdə də etq feil istifadə olunur və feil hansı zamandadırsa etqi də həmin zamanda veririk. Burada etq veriləcək passé composé-də Ce roman a été traduit en français. Bu roman fransız dilinə tərcümə edilmişdir. Burada cavab oldu A variantı. İndi isə baxırıq 18-ə. Compléter par le bon série. Il faut gərəkdir, lazımdır deməkdir və il faut-dan sonra hər zaman köy gəlir. Demək, 18-ci sualda cavab olacaq Y. Il faut que, lazımdır ki, tout le monde fasse quelque chose pour sur le planète. Lazımdır ki, bütün insanlar bəli, bu cür tərcümə olunur. Planetimizi xilas eləmək üçün bütün insanlar nəsə etsinlər. Bu vacibdir və lazımdır. Burada olacaq Y. Yadda saxlayın. İlfodan sonra hər zaman köy gəlir. İndi isə baxırıq 19-cu suala. Burada da doğru variantı tamamlamalıyıq. Attention de ne pas de briller. Te çay deməkdir. Te briller. Yəni ehtiyatlı ol. Te briller, yəni özünü yandırma. Buradakı te çay deməkdir. Le te est très. Yəni çay çox istidir. Burada olacaq cavab B variantı. Şo isti deməkdir. Froid soyuq deməkdir. Tiet ilıq deməkdir. Fok güclü deməkdir. Bu da zəif deməkdir. Burada uyğun variant şo olacaq. 20-ci suala baxırıq. Remettez la phrase dans l'ordre. Cümləni düzgün ardıcıllıqla sıralanmalıyıq. La planète être feilimiz pour üçün deməkdir. Réchauffement istiləşmə deməkdir. En danger təhlükə, klimatik, yəni iqlim. 20-də cavab olacaq C variantı. Gəlin birləşdirək. Le réchauffement klimatik, iqlim istiliyi, istiləşməsi, ümumi istiləşmə. Sonra feilimiz gəlir. En danger pour la planète. Klimatik istiləşmə planetimiz üçün bir təhlükədir. Burada da cavab oldu C variantı. Birinci mübtədamız gəlir, sonra xəbər gəlir, etq feili gəlir. Sonra geri qalanları sırayla veririk. Cavab oldu burada C variantı. Belə, suallarımız bu qədər idi. Ümid edirəm ki, hər sual sizə aydın oldu. Sağ olun.